Bir də bu son illərdə Avropa sərgilərində bizim gördüyümüz BMW-nin bu dizaynda olan ay modelləri. Bu ay 3-dür. Son illər deyirəm, əslində yeni deyil. 2016-cı ilin avtomobili də artıq az qala 10 yaşı olur və hər halda bu indi Vüqar Ustanın yanına gəlibsə, deməli nəsə var, nəyəsə görə gəlib. Vüqar Usta deyir ki, bunun mühərriki var, amma mühərrikxanada heç nə yoxdur deyə mənim özümü də çaşdırdı, amma hansı tip mühərriki var, onu deyər, o li sistemində olduğu kimi. İndi hər halda Vüqar Ustanın özündən eşidək ki, bu maşınların bu dəqiqə olan problemi nədir Vüqar Usta? Bəli, siz burada olduğunuz kimi mən bir neçə yerdə elə məndən soruşublar kommentlərdə də ki, bəs bunun o lini mühərrikin deyirlər ki, düzdür o BMW mühərrikidir. Mən də deyirəm o BMW mühərriki deyil, sadəcə BMW-dən götürülmüş sistemdir, lini sistemi. Yəni bunun da bir mühərriki var, kiçik həcmli, aradasa 0.6-7 həcmdə mühərriki var. 2 silindirli mühərrikdir. O mühərrik yalnız batareyalara qulluq edir. Yəni lisanlardakı kimi yalnız batareyalar qulluq edir. Lisan da BMW-dən bu sistemi bundan götürüb. Yəni amma bu qostum, mən lidə səhv eləmirəmsə biz mühərrikxanada görmüşdük. Mühərrikxanada lidə Mercedesdə olduğu kimi. Əməlli mühərrik var. Burada görsənir. Lakin bu avtomobilin tutumu balaca olduğuna görə, kiçik avtomobil olduğuna görə bunun arxada, altda orada xaric etmə borusu da var. Yəni oradan görsənir. Orada 2 silindirli mühərriki var və hətta elə yeri gəlmiş sahibi bunu gətirib ki, bunun o yağı da dəyişsin deyir. Bunu sürəcəm bu yağı dəyişsin. Bəs indi nədir bunun problemi? Niyə gəlib? Bunun problemi deyirəm də, bu elektrik avtomobilləri saxlayırsan, bu batareya onu öldürür, o batareya onu öldürür. Axırda da hamısı ölür. Əslində gəlibdir bu yağı dəyişməyə, həmin o dediyim o mühərrikin yağını dəyişməyə. Amma bunun burada olan kiçik batareyası da ölübdür, bu həmin 12 volt batareya. Ona görə də sistem artıq kleşə düşüb, indi biz onu çıxartmalıyıq, onu işə salmalıyıq. Yəni bu enerji verməlidir ki, orada mühərrik işə düşsün, elektrik mühərriki də gərginlik toplasın. Yəni batareyanın problemi yoxdur da? Yox, batareya problemi yoxdur. Sadəcə olaraq batareyanı ayırtmaq lazım. Ayırtmaqla avtomobil uzun müddət sürülməyib, bu ikinci maşın kimi istifadə olunur. Qalıbdır. Ya dizayn qəşəngdir, bunları mən dediyim kimi orada da görmüşəm, sərgilərdə falan da görmüşəm. Bildiyimiz elektromobil formasında, BMW-nin öz ruhunda, amma... Bunu buradan açıq gör, nə gözəl açmışsın da. Yəni bunun burada görünə boyda cib dərinliyi var. Yəni çox gözəl dizaynı var. Ya bunlar onsuz da tamam başqa cür avtomobillərdir. Bunlara deyəndə biz 10 il əvvəl də göründü, deyirdik ki, bu nədir, bu nə qədər gedəcək. Yəni elə əslində yaxşıdır ki, bax məsələn bu gün bu da bir elektromobildir, li tipində deyiriksə, məsələn bu gün li alan deyirik ki, 5 ildən sonra görərsən, 7 ildən, 10 ildən sonra görərsən. Mən sizə deyim ki, bunu mən ilk dəfə 2015-ci ildə Almaniyada görmüşdüm. Onda mənə bir qəribə bir möcüzəli bir şeydir. Buna yaxınlaşdım, orada baxdım, bir gələcəyin avtomobil kimi baxdım ki, elə doğrudan da Almaniya o vaxt belə bax, birinci dəfə özü gedəndə Almaniya 2015-də onu da görmüşdüm. Yəni indi də gəlib çıxıb bu avtomobillər artıq bura var, ölkədə bir neçəsi var. 20 min manat verərəm, amma işləş olsun və bilirsən necə? Yəni bax, elektrik avtomobillərini brend sevənləri, elektrik avtomobillərin brend sevənləri, o cəmaatın dilində var, Çin maşını nəmlə. Bu da sənin üçün elektrik avtomobili BMW. Yəni xüsusi bir dizaynı var, adı var, özünün də gözəlliyi var, rahatçılığı var. 20 min ümumiyyətlə var bu? Hə, bu illər 2016-17 falan. Artıq 10 ilində o. Yürüşündən asılı olan var. Sonra Amerikadan da gəlib bunların bir neçəsi, o zədəsi olan var, yəni nə dərəcədə vurulmuş falan. Amma gördüyünüz kimi hətta o illərdə də belə və hətta bu modeldə də belə BMW analog düymələrdən imtina eləməmişdi. Bugün məsələn bütün yeni maşınlarda, Çin maşınlarında xüsusilə hər şeyi veriblər planşetə, hər şey gadgetlərdədir və bəzi markalar artıq qayıdırlar. Çünki də oradan da sən adimsin, mən indi maşın sürürəm, gedirəm, mənə taş kondisiyonu qoşmaq lazımdır. Buradan bir dənə AC-ni vururam, fikrimi yayındırmır da, AC-ni qoşdum, bunu da təxminən bilirəm ki, hə bu qədər getdi. Amma onlarda sən gelib buradan girəsən, onu tapasan, bu sənin fikrini yayındırır və artıq buna yönəlik qəzaların qeydləri var da. İndi bizdə aparılmasa da Avropada, Amerikada aparılır. Ona görə analog düymələri olanlar daha yaxşı sayılır. Məsələ ondadır. Bu problemlərə görə bəzi Çin maşınlarında, Çin plug-in hibridlərində falan sürücünün önündəki monitora da həmin o kondisioner və sair kimi şeyləri kontroldan idarə eləmək. Hətta indi biri belə eləməyə çalışır. Bəziləri deyir, yox, heç olmasa ən vacibləri qaytaraq təzədən bura. Orada məsəl üçün də o qədər də çox vacib olmayan şeyləri qoyaq. Amma bu önəmlidir. Bu çox önəmlidir. Düymə də sadədir, idarə etməsi rahatdır, sadədir. Həm də dediyim kimi sənin hiçbir yayındırmır da fikrini. Sensoru idarə etmək üçün sensora vərdiş eləmək lazımdır. Sən adi öz telefonun sensorunu istifadə etmək üçün onu barmağın. Məsələn, mən öz telefonumu
idarə edirəm. Evdə şu an telefon götürürəm, o da sensorda. Onu artıq çaşırsan. Yox, lap bilsən də belə nə qədər olmasa sən burada girəcəksən, oradan onu seç, oradan bax. Hə bu nə bilim ortaya vurur, yoxsa aşağı vurur, çaşdırır da adamı. Mən görürəm onları. Burada amma sənin bildiyin düymədir. Bu məsəl üçün bastın, oturacağın qızdırıcısıdır. Bunu vurdun, endirdin bu vəziyyətə, qutardı getdi. Çox rahat. Regionun əsas üstünlüyü odur ki, analog radiosu da var. Əsas odur ki, radiosu da var. Yoxsa yeyib alırsa Çin maşınlarının bizə də qulaq asan yoxdur artıq. Məsələ ondadır. Arxaya necə əyləşərsən? Arxa belədir bax. Arxa Demin. Necə əyləşərsən? Yəqin ki, klassik olaraq da bu... Hə, soruşursan. Açacaqsan. Bunu açırsan, arxadan açırlar. O heç. Amma aydın məsələdir ki, bu çox da belə böyük ailə maşını deyil də. Arxa kiçikdir, dardır. kiçik bu indi bura keçdim rahat, məsələn sonuçta keçdim rahat oturdum. Ayağınız rahat oturur. Gəl insan bax. Amma mən məsələn fikirləşirəm ki, mən hələ bunu biraz da dala verirəm. Çünki mənə kimi adama bu biraz dar gəlir və bir qədər də o getməlidir arxaya. Yəni o heç, o texniki tərəfləri heç, amma bu artıq 10 ilin maşınıdır da. Sadəcə olaraq, yəni bu gün biz deyirik, bu gün o bəzi maşınlar var ki, 10 il sonra onlar nə gözləyir. Bu həmin nümunədə artıq bir BMW-nin elektromobilinin 10 il sonraki vəziyyətini biz sizə indi göstəririk. Amma bu BMW-dir də, onu da nəzərə alın. Bax belə.